Salam əziz ikincilər və valideynlər, sizləri kanalımda xoş gördük. Bugün 2-ci sinif Azərbaycan dili 2-ci hissə səhifə 63-64-də olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Tapşırıq 5A. Mətndəki yer və şəxs adlarını qeyd edin. Qələbə xəbəri. 1-ci hissə. Bu hadisə çox qədimdə baş verib. O dövrdə Yunanistan və İran arasında müharibə gedirdi. İran ordusu Yunanistanın paytaxtı Afinaya doğru irəliləyirdi. Afinanı idarə edən 3 ağsaqqal bir yerə yığışıb məsləhətləşdilər. Birinci ağsaqqal dedi: İran qoşunları Marafon şəhərinə yaxınlaşıb. Marafonla Afina arasında cəmi 42 kilometr məsafə var. Onlar Marafonu alsalar bir günə paytaxta çata bilərlər. Bu yerdə ikinci ağsaqqal ayağa qalxdı. İranlılar şəhərə girsələr heç kimə aman verməyəcəklər. Gəlin Afinadakı qadın və uşaqları şəhərdən çıxaraq, onları dağlarda gizlədək. Üçüncü ağsaqqal təklif etdi. Gəlin İranlıları düz çörəklə qarşılayaq, onlara baş əyək, onda rəhmə gələrlər, heç kimə toxunmazlar. Yunan ordusunun sərkərdəsi Mitaat bu sözlərdən hiddətləndi. Söz alıb danışmağa başladı. Biz İran ordusu ilə döyüşə girməliyik. And içirəm ki, son damla qanımıza qədər vuruşacağıq, düşməni paytaxta buraxmayacağıq. Hamı Miltaadı alqışladı, amma ağsaqqallar şərt qoydular. 3 gün ərzində səndən xəbər çıxmasa, biz qadınları və uşaqları şəhərdən çıxaracağıq. Deməli, burada yer adları Yunanistan, İran, Afina, Marafon. Şəxs adları isə Miltaad. Bu şəkildə. Çalışma B. Uyğunluğu müəyyən edin. Yunanistan, Afina, Marafon, Miltaad. A variantı paytaxt, B sərkərdə, C ölkə, C şəhər. Deməli, Yunanistan ölkədir, 1C-dir. Afina paytaxtdır, 2A. Marafon şəhər adıdır, 3C. Miltaad sərkərdə, 4B. Çalışma C. Ağsaqqallardan hansının təklifi sizin xoşunuza gəlmədi? Səbəbini izah edin. Deməli, bizə 3-cü ağsaqqalın təklifi xoşa gələn deyil. Çünki o qorxaqlıq göstərir, düşmənə baş əyməyi təklif edirdi. Keçək səhifə 64-də. Cümlələri tamamlayın. Ağsaqqallar məsləhətə yığışdılar. Çünki İran ordusu Afinaya doğru irəliləyirdi. İkinci ağsaqqal qadınları şəhərdən çıxarmağı təklif etdi. Çünki İranlılar şəhərə girsəydilər, heç kəsə aman verməyəcəklərdi. Üçüncü, Miltaad 3-cü ağsaqqalın sözlərinə hiddətləndi. Çünki ağsaqqal düşmənə baş əyməyi təklif etdi. 4. Ağsaqqallar Miltaadı alqışladılar. Çünki o düşməni paytaxta buraxmayacağına söz verdi. Bu şəkildə həll olmuş olar tapşırığımız. Keçək çalışma D-yə. Mətnin sonuncu cümləsindən hansı nəticəni çıxarmaq olar? Deməli, ikinci cümlə. Afinada qadın və uşaqların taleyi döyüşün nəticəsindən asılı idi. Çalışma E. Mətndə qırmızı rənglə sayla mavi rənglə saylar arasındakı fərqi izah edin. Aşağıdakı sxemdən istifadə edin. 3 ağsaqqal, 1-ci, 2-ci, 3-cü. Deməli, gəlin mətnimizə baxaq. Burada qırmızı hərflə verilmiş say 3-dür. Bu 3 miqdar sayını bildirir. Lakin mavi rənglə yazılmış 1-ci, 2-ci, 3-cü sayları isə burada sıra sayını bildirir. Bu şəkildə. Bunları bilməliyik. Bəzi say bildirən sözləri ıncı hissəciyi artırdıqda varlığın sıradakı yeri bildirir. Bu hissəcik ahəng qanununa uyğun olaraq dəyişir. 40-cı, 5-ci, 10-cu, 3-cü. Bu sözləri rəqəmlə də ifadə etmək olur. Bu zaman ıncı hissəciyi qısaldılır. Bu şəkildə yazılmış olur. Çalışma aşağıdakı sayları sözlə ifadə edib yazın. 97, 20-ci, 41-ci, 36-cı, 6-cı, 125, 9-cu. Çalışma F. Nöqtələrin yerinə uyğun gələn sayları yazın. Deməli, 7 gün 7 gecə yol getdi. Göyün 7-ci qatına qalxdı. Göydən 3 alma düşdü. Məlik Məmməd 40-cı qapına açdı. Bugünkü tapşırıqlarımız isə bu qədər. Kanalımıza abunə olmağı və bəyənməyi unutmayın.